faydalı olmalıdır kitab. Dərman, dərman. O indi qalır kitabın müəllifinin dünya görüşünə, savadına. Deyir, 1000 nəğmə içimdə boğulur, bir nəğmə qırağa çıxır. Kitabın müəllifi yazdığı kitab içində dəfn elədiyi 1000-dən biridir. O 1000 dənəsinin içində dəfn eləyib, biri qırağa çıxır. Kitabın müəllifi yazdığı kitabdan 1000 dəfə böyük olmalıdır. Aydındır. İçindəkini 1000-dən birini kitaba gətirib. Yəni, o qədər böyük olmalıdır. Necə böyük olmalıdır? Kostyumu bahalı olmalıdır, maşını bahalı olmalıdır. Xeyr. Təfəkkürü, düşüncəsi bütün dünyanı sığdırmalıdır. Bəzi adamların düşüncəsi öz yaşadığı küçəsindən o tərəfə keçə bilmir heç. Bəzi adamların düşüncəsi isə bütün dünyanı əhatə edir. Onu Azərbaycan dilində danışsın, tərcümə elə İngilis dilinə, bütün dünya üçün aktualdır. Bax, fikir ona böyükdür. Bir də var, cılızdır. Heç Azərbaycanın özündə Şəkiyə qədər gedə bilmir. Gəncəyə qədər gedə bilmir. Lənkərana qədər gedə bilmir. Elə küçəsində itir batır qalır orada. Aydındır. Vaxtımı doldururam.